Mayın 27-sində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli yağış yağacağı bildirilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-19, gündüz 25-30 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütun olacaq. Naxçıvanda da səhər və axşam bəzi yerlərdə arabir yağış yağacaq. Temperatur 21-24 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağıntı gözlənilmir, lakin axşama doğru bəzi dağ-ətəyi və dağlıq rayonlarda yağış, şimşək ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olacaq, dolu düşəcək. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.